Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Amin. Və bu Ramazan ayında, Ramazan ayının 15-ci günü xüsusi əzəmətli bir gündür. Çox böyük bir bayramdır. Müsəlmanların ikinci imamı, əziz Peyğəmbərimizin ilk nəvəsi, göz bəbəyi, İmam Həsən-i Müctəba əleyhissalamın mübarək mövlud günüdür, 15 Ramazan. Bu münasibətlə başda sərvərimiz, mövlamız, İmam-ı Zaman əleyhissalam olmaqla bütün müsəlmanları və siz əzizlərimizi bu mübarək bayram münasibəti ilə təbrik edirəm. Bayramımız mübarək olsun. İnşallah Allah müteala İmam Həsən-i Müctəba əleyhissalamın o Bəqidəki məzlumanə qəbrinin ziyarətini, üqbada şəfaətini bizlərə nəsib eləsin inşallah. İmam Həsən-i Müctəba əleyhissalam dedik ki, Peyğəmbərimizin ilk nəvəsidir. Yəni, Peyğəmbərimizin evində ilk sevinc idi, yaşanırdı. Və ilk evladıdır İmam Əli əleyhissalamın və xanım Zəhra salamullahi əleyhanın. Hicrətin 3-cü ilində Mədinədə Peyğəmbər ailəsində dünyaya göz açmışdı və İmam Həsən-i Müctəba əleyhissalamın 47 il ömrü olub. 47 il ömrünün 7 ilini babası Peyğəmbərin nübüvvəti zamanında, ondan sonraki 30 ilini atası Əmir-el-Müminin əleyhissalamın imamət zamanında yaşamışdı və ömrünün son 10 ili də İmam Həsən-i Müctəba əleyhissalamın öz imamət dönəmi olmuşdu. Mərhum Şeyx Səduq bu həzrətin dünyaya gəlişi barəsində mötəbər sənədlərlə İmam Zeynul Abidin əleyhissalamdan nəql edir ki, İmam Həsən əleyhissalam ki, dünyaya gəldi və Həzrət Əli əleyhissalam və xanım Zəhra salamullahi əleyha gözlədilər ki, Peyğəmbər Əkrəm özü gələ və bu uşağa özü bir ad qoya. Deyirlər, Peyğəmbər Əkrəm ki, səfərdən qayıtmışdı, dedi ki, o körpəni gətirin və o körpəyə bir sarı parçaya bükmüşdülər. Peyğəmbərimiz narahat oldu. Dedi ki, aparın bunu dəyişin, ağ bir parçaya onu bükün, gətirin və ondan sonra Peyğəmbərimizdən ona ad qoymağını istədilər. Əziz Peyğəmbərimiz buyurdu ki, mən Allahdan önə keçmərəm bu məsələdə və Cəbrail əleyhissalamın vasitəsilə Peyğəmbərimizə vəhy olundu ki, ya Rasulum, Allahın salamı var sənə və Allah mütealın istəyi budur, iradəsi budur ki, sənin Əliyə olan nisbətün Musanın Haruna olan nisbəti kimidir. Allah müteal istəyir ki, Harunun 2 evladı var idi. Şəbər və Şübeyr adında evladları var idi. Allah da istəyir ki, Əlinin evladları həmin adlarda olsunlar. Onların ərəb dilində tərcüməsi ki, bunlar İbrani dilində idi, o sözlərin ərəb dilindəki tərcüməsi Həsən və Hüseyin deməkdir. Yəni, çox gözəl mənası verir. Və təbii ki, Peyğəmbərimiz də İmam Həsən-i Müctəba əleyhissalamın adını özü qoydu və ilahi əmrlə qoydu ki, Allahın öz adından götürülmüş bir addır, Allahın Möhsin adından götürülmüş bir addır. İmam Həsən-i Müctəba əleyhissalamın bir neçə ləqəbləri var, məşhur ləqəbləri Təyyibdir, Zəkidir, Səyyiddir və bu ləqəb Müctəbadır, Kərimdir, Kərim Əhl-i-Beytdir. Amma bu ləqəblərin içində əziz Peyğəmbərimiz ən çox sevdiyi İmam Həsən-i Müctəba əleyhissalamın ləqəbi Seyyid idi. Ki, Həzrət qoyardı İbnətə Hazza Seyyid,
mənim bu balam seyyiddir. Özü o ləqəbi vermişdi. Bunu xüsusi niyə vurğulayıram? Çünki bugün bəziləri hər zamanda bu cür insanlar olur. İnsanların zehnini qarışdırmağa çalışırlar, şübhələr atmağa çalışırlar, əqidələrdə yanlışlıqlar üçün çalışırlar. Onlardan da biri budur ki, bəziləri çıxırdır ki, bu seyyid hardan çıxıb? Yəni, Peyğəmbər zamanında seyyid deyə bir şey yox idi. Sonralar deyirlər, bu şeylər yaradıldı. Mən ona görə bu məsələni xüsusi vurğulayıram ki, Peyğəmbər-i Əkrəm özü bu ləqəbi balası İmam Həsənə Müçtəba əleyhissalama verdi ki, Hazə seyyid-i ibnəti, mənim bu balam seyyiddir. Bu Peyğəmbərin zamanından seyyiddir, şəcərə Peyğəmbər zamanından gələn bir məsələdir və bu günəcən gəlib yetişib və ta qiyamətə qədər də Peyğəmbərin nəslini, bu bəzi insanlar inanırsınız ki, onların davası nə dindir, nə əqidədir, onların davası ilə Peyğəmbərin özü iləndir. Bu insanların narahat edir ki, niyə Peyğəmbərin şəcərəsi bugün dünyada var, niyə Peyğəmbərin balaları dünyanın hər yerində var və insanlar bunlara ehtiram edirlər. Yəni, sənin narahatçılığının səbəbi nədir? Biz Peyğəmbərə görə onlara ehtiram göstəririk. Və bugün fəxr edirik ki, Peyğəmbərimizin nəslindən gələn insanları biz tanıyırıq. O biri Peyğəmbərlərin nəslindən gələn insanlar bugün tanımırlar. Sən müsəlman olsaydın, sən bundan özün də fəxr eləyərdin, nəinki bunun əleyhinə gedərdin. Və İmam Həsən Müçtəba əleyhissalamın məşhur ləqəblərindən də biri budur. Kərimdir, çox səxavətlidir İmam Həsən Müçtəba əleyhissalam. Tarixdə yazıblar, İmam Həsən ağa 2 dəfə bütün sərvətinin hamısını Allah yolunda infaq edir. Hamısını, yəni bildiyin ağla zehnə nə gəlir? Hər nəyi var? Ev, minik, heyvanat, təsərrüfat, xurma bağı, hər nəyi var, bir gün içində Allah yolunda infaq edib. Heç nəyin saxlamayıb. 2 dəfə bu işi görüb. Tam şəkildə infaq edib, sonra başlayıb təzdən qazanıb. 3 dəfə də bütün sərvətinin tən yarısını infaq edib. Amma sonradan yenə də çalışıb, zəhmət çəkib və qazanıb. Bu həm də bir göstəricidir ki, mümin dünya qazanmaqdan süst olmamalıdır. Bəzi hallarda yanlış təbliğatlar bunu göstərir ki, insan çox dünyaya bağlanmamalıdır. Bəzi görürsən, bir mömindir, biraz işgüzardır, çox zəhmət çəkir, çox pul qazanır. Hətta möminlər içində o cür adamı təni eləyirlər, çox dünyaya bağlanmısan. Biz dəfələrlə barəsində danışmışıq, dünyaya bağlılıq başqa şeydir, insan aslı qala dünyadan. Amma dünya qazanmaq çox yaxşı şeydir. İstər buna Həzrət Əli əleyhissalamın həyatına baxanda biz görürük ki, Həzrət öz ehtiyacından artıq çalışırdı. Yəni, Həzrət Əli əleyhissalamın ehtiyacı bir quyu qazsaydı ayda, o quyunu satsaydı, onun pulu bir aylıq bəs idi. Düşünək Həzrət Əli əleyhissalamı. Həzrət Əli əleyhissalam çalışırdı, 3 quyu qazıyırdı. 3 dənə quyu qazıyırdı. Daha çox pul qazanırdı. İmam Həsən əleyhissalam daha çox pul qazanırdı. Niyə qazanırdı, əzizlərim? Dünya ki, o pis deyiblər, o başqa bir məsələdir. Dünya, iqtisad, sərvət elə dinin özünə lazımdır. Dinin təbliği içində. Necə Peyğəmbərimiz deyirdi, xanım Xədicənin sərvəti olmasaydı, din ayaqda qalmazdı. Demək ki, dinin özü üçün, dinə gələnlər üçün, dində yeni yetişənlər üçün sərvətə ehtiyac var. Dinin maarifi üçün sərvətə ehtiyac var. Dini məsələlərin yolunda getməsi üçün sərvətə, maddiyyata ehtiyac var. Fərdilərlə işim yoxdur ya. Həccə getmək istəyirsən, pul istəyir. Kərbəlaya getmək istəyirsən, pul istəyir. Ehsan vermək istəyirsən, pul istəyir. Hələ fərdi ibadətlərində də bu şeyə ehtiyac var. Amma bir də dini məsələlərdə buna ehtiyac var. Biz bəzən düşünürük ki, məsələn, dindir də öz axarı ilə getməlidir. Din öz axarı ilə gedəcək. Amma o dinin axara düşməsi üçün sərvətə ehtiyac var və buna möminlər məsuldurlar. Biz bəzən çox vaxt bu şeyləri danışmağa ehtiyat edirik, səhv başa düşülmək qorxusundan. Amma da indi illər boyu danışmamışıq, bu bir şey deyilməlidir. Möminləri məsuldur, dinin məsələləri ayaqda dursun.
Və buna maddiyyata ehtiyac var. Hər müminin büdcəsindən dini sahəyə pul ayırmalıdır. Allah vacib edib əvvəla budur sənin xumsulu zəkatını ki, möminlər bugün bundan baş qaçırdırlar. Buna sanki Firuiddin kimi baxmır möminlər bu məsələyə. Fikirləşir ki, Firuiddin məsələn namazdır, orucdur, pulum olsa həcdir. Bir-iki məsələni götürüb Firuiddindən deyir də ondan qalan. Bunlar xumusdur, zəkatdır, bunlar vacibatı dindir. Bu işləri görməsin, malun paklanmır, libasun qəsbidir, ibadətün qəsbidir, evin qəsbidir. Allah bunları niyə qoyub? Qoyub ki, din möhkəmlənməsi üçün, dinin tədrisi üçün, təkmili üçün maddiyyata ehtiyac var. Və İmam Həsən Müctəba əleyhissalam da bu yolda çox zəhmət çəkərdi, çox əziyyət çəkərdi. İnfaq eləyərdi Allah yolunda, din yolunda kasımlara, ehtiyaclılara əl tutardı. Ondan sonra təzədən iş görərdi, zəhmət çəkərdi, ticarət qurardı və pul yenidən qazanardı. Ki, İmam Həsən Müctəba əleyhissalamın barəsində əziz Peyğəmbərimizdən hədisdə buyurur: Həsənun minni və ənə minhu, əhəbballah mən əhəbbəhu, əl-Həsənə vəl-Hüseyn sibtani minəl əsbat. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, Həsən məndəndir və mən də Həsənnənəm. Hər kim Həsəni sevsə, Allah da onu sevəcək. Və ardıca buyurdu, Həsən və Hüseyn mənim canişinlərimdir. Başqa bir hədisdə Həzrət Peyğəmbər Əkrəm buyurdu, Əl-Həsənə vəl-Hüseyn imaman, qama avqada. Həsən və Hüseyn imamdırlar. İstəyir onlar qiyam eləsin, istəyir onlar sakit otursun. Onların imaməti dəyişmir. Bu sözü niyə deyir Peyğəmbər Əkrəm? Çünki bilirdi ki, bir zaman gələcək, İmam Həsən əleyhissalam sülh eləmək məcburiyyətində qalacaq. İmam Hüseyn cihad eləmək məcburiyyətində qalacaq. İnsanlar çaşqınlığa düşməsin ki, niyə biri şücaətli oldu bu işi gördü, biri qorxaq oldu bu işi görmədi, əznazıbillah, estağfurullah. Peyğəmbər deyir ki, başa düşün, imam imamdır, öndər öndərdir. O bilir, harada oturacaq, harada qiyam eləyəcək. Lazım olacaqsa qiyam eləyəcək, lazım olmayacaqsa sükut eləyəcək. Bu sözü azdırmamalıdır. O zamanının nəvzini tutmağa bacarır. Hansı işi görməlidir, onu çox gözəl bilir. Sənin zehnində fikirləşmir ki, elə 11 imamın içində bir dənə imam var idi, o da İmam Hüseyn əleyhissalam və onun həyatı hər zamanda keçərlidir. Sən bu cür düşünsün, sən başa düşməlisən ki, onda qalan 10 dənə imamın haqqında zülm edirsən. İmam Səccad əleyhissalamın həyatı, İmam Baqir, İmam Sadiq əleyhissalamın həyatı, İmam Əliyən Nəqi əleyhissalamın həyatı ara getdi və İmam Rıza əleyhissalamın həyatı ara getdi. Ona görə Peyğəmbər Əkrəm burada inqamə avqada, bunlar otursalar da, qalxsalar da imamdılar, bunların imamlığından heç bir şey də azalmaz. Bu günləri İmam Həsən Müctəba, yəni 15 Ramazan əslində bir-iki gün biz qabaqladıq cüməyə görə. 15 Ramazan İmam Həsən Müctəba əleyhissalam mübarək Mövlud günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm. İnşallah o əzəmətli şəxsiyyətin bəqidəki məzlumana qəbrinin ziyarəti, üqbada şəfaəti bütün sevənlərin